Salam əziz abituriyentlər. Deməli biz bu günlərimə ingilis dili fənnindən ən çox çətinlik çəkilən, abituriyentlərin test işləyən zaman ən çox çətinlik çəkdikləri bir mövzuda var. Həmin mövzunu da bugün sizinlə biraz işləyəcək və ondan sonra onun testlərinə baxacaq. Görəcək ki, həqiqətən də əslində bu qayda çətin qayda deyil. Sadəcə diqqət olunması bəzi məqamlar var. Onları sizinlə paylaşacağım. Bugünkü qaydamız bizim gördüyünüz kimi burada da qeyd elədik. Exclamatory sentence, yəni nida cümləsi. Cümlənin məqsəd və intonasiyaya görə növlərindən biri də nida cümləsidir. Nida cümlələri əsasən what və how zərfi ilə başlayır. Deməli, nida cümlələri digər cümlələrdən fərqli olaraq, cümlənin digər məqsəd və intonasiyaya görə növlərindən fərqli olaraq, bunlar what və how ilə başlayır. Necə də mənalarını verirlər. Nəqli cümlələrdə olduğu kimi, nida cümlələrində də söz sırasına uyğun olaraq mübtəda xəbərdən əvvəl gəlir. Yəni birinci mübtəda gələcək, ardınca isə xəbər öz yerini tutmuş olacaq. Nida cümlələrində what əvəzi ilə sonra isim, how zərfindən sonra sifət və ya zərf gəlir. Deməli, nida cümləsində what'dan sonra nə gəldi? Uşaqlar gördüyünüz kimi isim gəldi. What'dan sonra mütləq isim gəlməlidir. How'dan sonra isə zərf, yəni və ya sifət gələcək. For example, what a clever boy he is. O necə də ağıllı oğlandır. Və burada what'un mənası necə də mənasını verir. How bravely our soldiers fight. Bizim əskərlərimiz necə də cəsurluqla döyüşürlər cümləsində. Burada da how gördüyünüz kimi deməli zərf işlənmişdir və ondan sonra bravely təzəkər zərfi işlənmişdir. What'da isə what'dan sonra sayıla bilən tək isim gəlibsə, o zaman onun önündə mütləq artiklı burada işlənməlidir. Bax, bu ardıcılığa diqqət etmək lazımdır. What ilə başlayan nida cümlələrində isim sayıla bilən tək isim olarsa, qarşısında qeyri-məna artiklı işlədilməlidir. Example, what a car it is. O necə bir maşındır. Necə də bir maşındır. What a picture it was. O necə də bir şəkildir. What ilə başlayan nida cümlələrində isim sayıla bilməyən və ya cəm isim olarsa, bu zaman artiklsız işlənir. What furniture it is. O necə bir mebeldir. What beautiful flowers they are. Onlar necə də gözəl güllərdir. What ilə başlayan nida cümlələrində ismin qarşısında z artiklı işlədilmir. Baxın, bu hissəyə diqqət edin. What ilə başlayan nida cümlələrində ismin qarşısında z artiklı işlədilmir. Example, what z olmaz. What a book şəklində işlənir. Və davam edək. What a comfortable car they have made cümləsində what'dan sonra car isminin qarşısında sifət işlənmişdir və car sayıla bilən olduğuna görə mütləq what'dan sonra artiklı işlənir. Və davam edirik how ilə başlayan nida cümlələrinə. How ilə başlayan nida cümləsində isə deməli, how ilə başlayan nida cümləsində mübtəda isimlə ifadə olunarsa, ismin qarşısında z artiklı işlənir. Baxın, burada diqqət elədik. Deməli, how ilə başlayan nida cümləsində əgər mübtədanı əvəz eləyən isim, yəni mübtədanın ismi əvəz edərsə, o zaman ismin qarşısında z artiklı işlənir. Z artiklı işlənir. Baxın, bura diqqət edək. Z artiklı işlənir və en artiklları işlənə bilməz. How nicely yoxsa the singer is singing olacaq. The singer. How ilə başlayan nida cümləsində isim z artiklı yer, hal və işarə əvəzi işlənə bilər. How nicely this or that singer is singing. How interesting my book is. Burada my book cümlənin mübtədasıdır, is cümlənin xəbəridir. The singer cümlənin mübtədasıdır, is singing cümlənin xəbəridir. Bu hissəyə diqqət edəcək. Bu qədər. Gördüyünüz kimi bu çətin bir mövzu deyil və indi isə bunun testlərinə baxacaq.